Bəzi tamaşaçılar, Niyə bəzi... ki, bayağılar sevilir də. Gündəmi nə tutub, bayağı tutub. Sən bayağı mı ifa edirsən? Məndə hər şey var. Mən lazım onda estrada gördünüz bayaq 2 ifam necə Bəli. oldu. Tam fərqi Sən də var. bayağı ifa etmisən yəni. Yox. Və Sülviyə Mən heç Namazova... bayağı ilə başlamamışam. Amma səmimi ol. Bilmirəm, nə adını necə qoyum. Bayağı da pis deyil. Bayağı musiqi yoxdur, bayağı Bax. ifaçı var. Bax, Sənətçi tamam, var. Tamam. Ülviyə Namazova bayağı ifaçıdır var. Niyə məni belə deməyəcəm? Deməyə də bilərsən. Yox, deməyəm. Bax, deyirsən ki... Məni Mən necə marla? sən gündəmdəsən. Söhbətə salırsan. Sən deyirsən... Bəli, mən gündəmdə. Ay, və deyirsən ki, bundan əvvəldə bir cümlə dedim. Bayağı oxuyanlar gündəmdədir. Sən gündəmsən. Bax, bayağı dedim, ifa yoxdur. Bayağı ifaçı var. Sən bayağı mı ifaçısan? Xeyr. Və Sülviyə Namazova... Mənə yaraşır oxuduqlarım, hərəkətlərim. Və Sülviyə Namazova... Adam var, yaraşmır da. Yığışdırın uşaqlar o şəkli. Şəkilləri yığışdırın, tək özünü verir. Məni ver. Bax, Ülviyə Namazovaya bayağı demək olarmı? Demək istəmirəm. O özünə qalsın da. Mən insana nə deyim? Bəlkə özünə görə yaxşıdır. Susmaq razılıq əlamətidir.